Rüsumlarla bağlı da Amerika Birləşmiş Ştatlarından bir açıqlama gəlib. Açıqlama Rusiya ilə əlaqədədir ki, nəyə görə Rusiyaya həmin o rüsumlar tətbiq edilməyib? Əslində Rusiya rüsumlar tətbiq edilməsə də artıq Rusiyanın bu rüsumların mənfi nəticələri ilə qarşı-qarşıya gəldiyini biz xəbərini təqdim etmişik. Ağ Ev isə belə deyir. Rusiya ABŞ-nin tətbiq etdiyi tariflər siyasına daxil edilməyib. Çünki Vaşinqton hazırda Ukraynadakı münaqişənin həlli üçün ondan danışıqlar aparır. Ağ Evdən belə bir açıqlama gəlib. Açığı Rusiya və Ukrayna ilə danışıqlar gedir və düşünürəm ki, prezident iki məsələni qarışdırmamaq qərarına gəlib. Bu o demək deyil ki, Rusiyaya hər hansı digər ölkədən tamamilə fərqli münasibət göstəriləcək deyə məlumatda qeyd olunub. Biz isə elə bu baş verənləri studiyamızın qonağı Milli Məclis üzvü Cavanşir Feyziyevlə müzakirə etmək istəyirik. Cavanşir bəy, xoş gördük sizə. Çox sağ olun, xoş gördük. Verilən açıqlamalar üzərində istəyirəm ki, ilk olaraq enerji infrastrukturlarının vurulması məsələsi ilə bağlı dəyərləndirmənizi alaq. Əslində bu məsələ ilə bağlı yeganə məsələ idi ki, Rusiya-Ukrayna arasında bir razılıq əldə olunmuşdu ki, biz artıq görürük ki, o razılıq istiqamətində də addımlar atılmır. Düzdür, Rusiya Müdafiə Nazirliyi Ukraynanı günahlandırır. Hər zaman olduğu kimi Ukraynadan da bənzər açıqlamalar gəlir. Yəni uzun müddətli deyə bilərik ki, danışıqlar davam edir və əldə olunan sadəcə bir razılıq var və onun üzərində də əməli addımlar atılmırsa, biz növbəti danışıqlardan və yaxud da hazırda atıla biləcək addımlarla bağlı, yəni beynəlxalq ictimaiyyət nə qədər ümidli ola bilər, nə qədər yaxındır bu iki ölkə atəşkəsə? Hadisələrin bugünkü gedişi onu göstərir ki, əslində müharibə sona çatmaq üzrədir. Ola bilər ki, müvəqqəti olaraq müharibə başa çatacaq və sonra bir müddət sonra yenidən alovlanacaq, amma hələlik hadisələrin gedişi müharibənin yaxın aylarda sona çatacağına ehtimal verir. Bu ona görə baş verir ki, əslində hər iki tərəf taqətdən düşüb, hər iki tərəf müharibəni davam etdirmək iqtidarında deyil, hər iki tərəf üçün müharibəni istənilən vəziyyətdə dayandırmaq daha sərfəli görünür. O ki, qaldı Rusiyanın enerji obyektlərinin vurulması, Ukrayna ümumiyyətlə Rusiya hücumlarını əsasən ya hərbi hissələr, silah, sursat ambarları və enerji infrastrukturu üzərində fokuslandırıb. Baxmayaraq ki, Rusiya Ukraynaya bütün hücum etdiyi 3 il ərzində heç bir fərq qoymadan istər mülki binaları, istər hərbi binaları, istərsə də enerji infrastrukturunu bombalamaqda davam edir. Ona görə burada təəccüblü heç nə yoxdur. Ukrayna həm aldığı kömək, dəstək kimi aldığı silahlarla, həm özünün istehsal etdiyi silahlarla Rusiyanın enerji obyektlərini vurmaqla Rusiyanın hərbi potensialını, hərbi gücünü zəiflətməyə çalışır. Çünki başqa bir şəkildə say etibarilə Rusiya ordusu həddindən artıq çox olduğuna görə və həddindən artıq çox itki verməsinə baxmayaraq irəliləməyə davam etdiyinə görə Ukraynanın seçimi ondan ibarətdir ki, Rusiyanın hərbi obyektlərini, hərbi bazalarını, hərbiçilərin toplaşdığı əsas yerləri və enerji infrastrukturunu dağıtsın və Rusiya hərbi texnikasının sürətli inkişafını bir növ ləngitsin. Bu da əlbəttə demək olar ki, əlacsızlıqdan atılan addımlardır. Hər iki tərəf müharibəni dayandırmağa əslində hazırdır. Və Amerika Birləşmiş Ştatlarının Donald Trump'ın hakimiyyətə gəlişindən sonra irəli sürdüyü təşəbbüs əslində hər iki tərəfi qane edir. Amma hər iki tərəf eyni zamanda daha son günlərdə də olsa, son həftələrdə də olsa daha çox uğur əldə edib danışıqlar prosesində diktə etməyə çalışır. Cavanşir bəy, digər tərəfdən də Rusiya aprelin 1-dən başlayaraq yaz çağırışını həyata keçirəcək və son 14 ilin ən böyük çağırışı olacağı deyilir. 160 min əskərin çağırılmasına söhbət gedir bu 3 ay yarımlıq dövrdən. Bəs bu nəyə hesablanıb? Şübhəsiz, yəni müharibəni dayandırmaq istəyirlər, amma bu müharibə dayandırıla bilərmi, bilməzmi, bu yenə də digər aktorların münaqişəyə göstərdikləri münasibətdən asılı olacaq. İndi görürsünüz, Amerika Birləşmiş Ştatları ilə Avropa İttifaqı arasında fikir ayrılığı var bu müharibə ilə bağlı. Avropa İttifaqı müharibəni davam etdirməyə və Ukraynaya sona qədər dəstək verməyə hazır olduğunu bildirir. Amerika Birləşmiş Ştatları və ayrılıqda Prezident Donald Trump isə dərhal müharibəni dayandırmağı tələb edir. Və bu iki fərqli mövqe arasında həm Ukrayna, həm Rusiya həm müharibəni dayandırmaq istəyir, həm də eyni zamanda
çox arxain da ola bilmirlər ki, doğrudan da müharibəni dayandırmaq mümkün olacaq. O yüzden hər iki tərəf hazırlığını eyni zamanda davam etdirir. Aydındır. Və bu normaldır. Aha. Rüsumlar məsələsinə bağlı az öncə mən açıqlamanı təqdim etdim, Ağ Evdən gələn açıqlamanı. Bəli. Əslində gözlənilən iki ölkə var isə, biri Çin idi, biri Rusiya idi. Bəli. Amma biz Rusiyanın ümumiyyətlə, yəni minimum 10%lik belə rüsumların tətbiq edildiyini görmədik. Ağ Ev isə deyir, hazırda danışıqlar gedir, bir məsələni digərinə qarışdırmaq istəmirik. Həqiqətən də verilən açıqlama kimidirmi Amerika Birləşmiş Ştatlarının mövqeyi, yoxsa ki Putin və Trump arasındakı o gizli saziş vardı. Öncələrdə də çox üzərində danışdıq. Gizli sazişdən irəli gələrək bu addım atılıb. Yox, şübhəsiz ki, o verilən açıqlamada bir məntiq var. Əgər Amerika Birləşmiş Ştatları Rusiyadan doğrudan da istədiyini almaq istəyirsə, yəni Rusiyanın müharibəni dayandırmağa sövq etmək istəyirsə, o burada çox güman ki, doğru olaraq ona sanksiya tətbiq eləməyib. Çünki onsuz da Rusiya üzərinə qoyulan sanksiyaların həcmi indiyə qədər dünyada bütün sanksiyaya məruz qalan ölkələrə qoyulmuş sanksiyalardan daha çoxdur. Yəni, bütün dünyada, məsələn, 10, 20, 50 ölkəyə qarşı sanksiya qoyulubsa, onların cəmi birlikdə Rusiyaya, tək Rusiya üzərinə qoyulan sanksiyalardan daha azdır. Ona görə də Rusiya, Amerika ilə onsuz da indi heç bir ticari əlaqələri yoxdur bu sanksiyalar ucbatından. Ona görə orada tariflərin artırılması, artırılmaması heç nəyi dəyişmir əslində. Və bu, digər tərəfdən bir diplomatik gediş olaraq Amerikaya imkan verir ki, Rusiyanı daha çox danışıqlara meyilləndirsin, xüsusilə Amerika ilə danışıqlara və Amerikanın verdiyi təkliflərə razılaşmağa sövq etmək üçündür. Amma istənilən halda Rusiya mallarına qarşı tariflərin qoyulması, qoyulmaması heç nəyi dəyişmir. Çünki bütövlükdə o sanksiyalar fonunda Amerika Rusiyadan heç bir ticarət əlaqələrində hal-hazırda iştirak etmir. Kiril Dmitriyev Amerika Birləşmiş Ştatlarına səfər elədi, xüsusi nümayəndə Rusiyadan və həmin o xüsusi nümayəndənin seçilməsi zamanında çox təsadüfi addım deyildi. Çünki özünün elə Vaşinqtonla, oradakı rəsmilərlə bir başqa yaxın münasibətləri var idi və təhlillər də bu yöndə oldu ki, Putin əslində bu münasibətləri də hesaba alaraq onu Vaşinqtona göndərdi və hansı ki, siz münasibətlər məsələsinə toxundunuz, burada danışılan məsələlər də bu istiqamətdə idi həmçinin. Həm Rusiya ilə Amerika Birləşmiş Ştatları arasında hava nəqliyyatı məsələlərinin bərpa edilməsi, Avropa şirkətləri var Rusiyadan gedən, onların yerini doldurmaq üçün Amerika bir qədər maraqlıdır. Bu məsələlər müzakirə olunurdu paralel olaraq da, əlbəttə ki, sadəcə olaraq Rusiya-Ukrayna münaqişəsi yox, həmçinin Amerika Birləşmiş Ştatları və Rusiya münasibətləri kifayət qədər geniş danışıldı. Verilən açıqlamalarda bu danışıqların hər iki tərəf yönündən pozitiv olduğunu deyirdi. Yəni, danışıqlarla çox yaxından tanışsınız, detallı məlumatları bilirsiniz. Mən bu istiqamətdə sualı ünvanlamaq istəyirəm ki, həqiqətən də bir qədər öncə Putin Trumpın şərtləri ilə bağlı razılıqları gecikdirəndə Trumpın qəzəbləndiyini və Putinin zaman qazanmaq cəhdlərini qəbul etmədiyi deyilirdi. Seçilən bu şəxs məhz həqiqətən də şəxsi münasibətlərə görə mi göndərilmişdi və bugünkü bu iki ölkə arasındakı müsbət tendensiya o şəxsi münasibətlərdən mi irəli gəlir? Dmitriyev öz özlüyündə bir mütəxəssis kimi əslində Kremldə çalışan ən istedadlı şəxslərdən biridir. Həm siyasi müstəvidə, həm iqtisadi bilikləri sayəsində və xüsusilə də onun Harvardda vaxtilə təhsil alması və Amerika Birləşmiş Ştatlarının administrasiyasında olan bəzi şəxslərlə şəxsi əlaqələrinin əvvəldən mövcud olması Putin üçün belə bir əlverişli şərait yaradır ki, Dmitriyev vasitəsilə öz arzularını, istəklərini çatdırsın, onlarla müzakirələr aparsın. Amma verilən açıqlamalar düzdür, pozitiv görünsə də mən inanmıram ki, o dərəcədə pozitivdir. Əlbəttə, Rusiya istəyir ki, həm Ukraynaya, həm də Ukraynanı dəstəkləyən Avropaya göstərsin ki, yəni siz razılaşmasanız mənimlə, mən Amerika ilə münasibətlərimi daha tez yoluna qoya bilərəm və Amerika mənimlə birlikdə sizə qarşı ola bilər. Bu sadəcə bu açıqlamalar məncə həqiqəti əks etdirmir. Dmitriyev nə qədər
şəxsi tanışlıq münasibətləri olsa da, Amerika Birləşmiş Ştatları müharibənin dayandırılması müqabilində Rusiyanı bütün sanksiyalardan azad edən deyil və xüsusilə birbaşa deyək ki, ticarət əlaqələrinin və yaxud tranzit nəqliyyat əlaqələrinin birbaşa Amerika-Rusiya arasında bərpasını dərhal həyata keçirən deyil. Baxın, Rusiya-Ukrayna müharibəsi öz-özlüyündə Amerikanın təşəbbüsü ilə başlayıb və Amerikanın təşəbbüsü ilə də dayanmaq ərəfəsindədir. Amma bu dayanmaq hələ müharibənin və münaqişənin tamamilə başa çatması olmayacaq. Çünki birincisi Ukrayna bunu qəbul etmiş, torpaqların itirilməsi ilə barışmış. İkincisi Avropa ən azından bəyan edir ki, Ukraynaya lazım olduğu qədər dəstək veriləcək, necə müddət ərzində də olsa və hansı həcmdə lazım olsa da veriləcək və NATO da o cümlədən Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirir və sona qədər ona dəstək veriləcəyini bildirir. Amerikanın atdığı addımlar hal-hazırda nə Rusiyanın, nə Ukraynanın mənafeyini müdafiə etmək prizmasından deyil, yəni o prizmadan baxmaq düzgün deyil. Çünki Amerika yalnız öz maraqları prizmasından baxır Rusiya-Ukrayna müharibəsinə. Bayaq dediyimiz kimi müharibəni başlayan da Amerika olub, yadınızdadırsa 2014-cü il inqilabı zamanı Maydanda Amerika administrasiyasının rəsmi şəxsləri gəlib çıxışlar edirdilər. Yəni Amerika dövlətini təmsil edən yüksək rütbəli məmurlar insanları Maydana çağırırdı, inqilaba çağırırdı və bilirdilər ki, bu Rusiyanın maraqlarına qarşıdır. Və bugün də Amerika administrasiyası həmin müharibəni, özlərinin başlatdığı müharibəni dayandırmaq əmri verir. Amma bu heç də nə Ukraynanın xeyrinə, nə Rusiyanın xeyrinə olaraq vermir. Amerikanın xeyrinə olaraq verirlər bu əmri. Niyə görə? Çünki Trump sonuncu prezidentlik dövrünə başlayıb və Trumpın bu xüsusilə indiki bir il ərzində, bir ildən biraz çox müddət ərzində prezidentlik dövründə o nəyə nail ola biləcəksə ən çox bu müddətə hesab götürür. Çünki gələn ilin ikinci yarısında, gərək ki noyabrında parlamentə aralıq seçkilər olacaq və orada Trump respublikaçıların çoxluğunu itirərsə, ondan sonra qalan dövrdəki 3 il ərzində təxminən 3 il ərzində Trumpın prezidentliyi heç bir nəticə verməyəcək, çünki Konqres onu bloklayacaq, onun qərarlarını. Və indi də bəzi qərarları hətta bloklanır Ali Məhkəmə tərəfindən, amma ona baxmayaraq bugün Ali Məhkəmədə və Konqresdə çoxluq Trumpın tərəfdaşlarıdır, respublikaçılardır. Amma gələn il ki, aralıq seçkilərindən sonra bu vəziyyət dəyişə bilər. Bu vəziyyət dəyişəcəksə, ondan sonra Trump özünün istədiyi addımları ata bilməyəcək. Ona görə Trump çalışır ki, bu qısa müddət ərzində özünün istədiyi, özünün fokuslandığı, özünün qarşısına məqsəd qoyduğu bütün addımları atsın və öz məqsədinə çatsın. Və hesab edirəm ki, bu məqsədlərdən biri də Trumpın müharibələri dayandırmaq yolu ilə Nobel sülh mükafatına layiq görülməsini təmin etməkdən ibarətdir. Onlar bunu açıq şəkildə də deyir. Amerika Birləşmiş Ştatlarının administrasiyası da bunu deyir. Trump özü də bunu açıq-aşkar etiraf edir ki, bəli, o Nobel sülh mükafatı istəyir. Və ona görə burada Ukrayna daha çox uzacaq, Rusiya daha çox uzacaq, onu qətiyyən maraqlandırmış. Və onun məqsədi dediyi kimi, Ukraynadan da əskərlər olur, Rusiyadan da güya ki, bunun qarşısını almaq deyil. Əgər bunun qarşısını almaq olsaydı, ümumiyyətlə Amerika bu hadisələrin başlanmasına rəvac verməzdi 10 il əvvəl. Bu hadisələri başlayan da Amerikadır, indi qurtarmaq istəyirlər. Niyə? Çünki indi Amerikanın maraqlarına bu müharibənin dayandırılması cavab verir. Bəs Zelenskinin maraqlarına cavab verən nədir? Hansı məsələni nəzərdə tuturam? Seçki məsələsi gündəmdədir. Biz Putinin bu məsələ ilə bağlı necə sərt mövqe olduğunu bilirik. Mən oturmaram deyir Zelenski ilə bir masaya. Amerika Birləşmiş Ştatlarından da əlbəttə ki, Putinlə bir razılıq varsa bənzər istək gəldi. Və seçkilərlə bağlı Zelenskidən də açıqlama gəlmişdi qəbul etdiyinə. Bəs Zelenski hansı halda istədiyi nəticəni alacaq ki, elektron seçki məsələsi də variantların içərisində var. Sizin təhliliniz hansı yöndədir? Mənə gəlir ki, Zelenskinin əgər seçkilər keçiriləcəksə, əlbəttə əvvəlcə müharibə dayandırılacaqsa, o zaman seçkilər keçiriləcək. Və seçkilər keçiriləcəksə, Zelenskinin qalib gəlmə şansları o qədər də yüksək deyil. Amma məhz müharibənin dayandırılması şərtlərindən asılı olaraq Zelenski
Zelenskinin reytingi yüksələ bilər və ya azala bilər, aşağı düşə bilər. Bu asılı olacaq sonda müharibənin dayandırılması üçün hansı şərtlər qəbul olundu? Bu şərtlər Ukrayna xalqını nə dərəcədə təmin edir, nə dərəcədə qane edir? Bundan asılı olaraq Zelenskinin reytingi məlum olacaq növbəti seçkilərdə. Amma kimin qalib gələcəyindən asılı olmayaraq Ukrayna mənə elə gəlir ki, öz ərazilərinin itirilməsi ilə heç zaman barışmayacaq və bu bütövlükdə sadəcə təkcə Ukrayna üçün təhdid deyil, eyni zamanda bütün Avropa Birliyi üçün təhdiddir həm də. Əgər bir ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədlərini dəyişmək və onun ərazi bütövlüyünü pozmaq mümkündürsə, o zaman bu təhlükə hər bir ölkə üçün realdır. Ona görə Avropa Birliyi ölkələri də məhz bundan çıxış edirlər. Tutaq ki, Pribaltika ölkələri və yaxud Polşa, Rumıniya, Bolqariya, bunlar hamısı o təhdid qarşısında dayanıblar hal-hazırda. Ona görə Ukrayna-Rusiya müharibəsinin sonu, nəticəsi nədən ibarət olacaq? Bu, digər Avropa ölkələrinin də öz gələcəyinə baxışını müəyyənləşdirəcək. Onlar nə etməlidirlər? Avropa ordusu yaranmalıdır, yaranmamalıdır. NATO nə dərəcədə etibarlı tərəfdaşdır? NATO çərçivəsində onlar, tutaq ki, Şərqi Avropa ölkələrinin müstəqilliyini, ərazi bütövlüyünü qoruya biləcəklərmi, bilməyəcəklərmi? Bu suallar ortada açıq qalır. Çünki niyə? Ukrayna özü, indiki hətta müharibənin dayandırılması ilə bağlı gedən danışıqlarda da təhlükəsizlik zəmanətindən danışılır. Hansı təhlükəsizlik zəmanətindən danışmaq olar? O zaman ki, 94-cü ildə Budapeşt memorandumuna görə Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Rusiya özləri Ukraynanın ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına zəmanət vermişdilər. Amma zəmanət verən dövlətlərdən biri indi Ukraynanın ərazisini işğal edib. Ona görə də heç bir zəmanətdən söhbət gedə bilməz və məhz bu təhdid, bu qorxu qarşısında Avropa İttifaqı üzvləri Ukraynaya sona qədər dəstək verməyə məcburdurlar. Çox sağ olun Cavanşir bəy. Təşəkkür edirik dəvətimizi qəbul edib gəldiniz. Önəmli dəyərləndirmələr üçün minnətdarıq. Şərqi Avropa cəbhəsində baş verənləri təhlil edirdik. Ağ Evdən son dəqiqə bir açıqlaması gəldi ki, Rusiyaya nəyə görə rüsumlar tətbiq edilməyib, vurğuladı ki, Ukrayna və Rusiya ilə hazırda danışıqlar davam etdiyi üçün bir işi digərinə qatmaq istəmirik. Digər tərəfdən hazırki danışıqlardan biz müəyyən təhlillər apardıq, müzakirələri həyata keçirdik. Bu saatda isə gündəmin müzakirələrini burada tamamlayırıq. Növbəti saatda görüşmək ümidi ilə sağ olun, salamat qalın.